Hörmətli abituriyentlər və valideynlər, mənə son günlərdə xüsusilə ikinci, üçüncü qruplarla bağlı çoxsaylı suallar gəlir. Ona görə bu videonu çəkməyə qərarına gəldim. Sualların əksəriyyəti belədir ki, müəllim, ikinci qrupda vəziyyət necə olacaq, üçüncü qrupda vəziyyət necə olacaq, ümumiyyətlə bu qruplar üzrə bal artımı gözlənilirmi və s. Bax, bu tipli suallardır. İndi bunlara müəyyən qədər aydınlıq gətirək. Deməli, əziz valideynlər və abituriyentlər, İkinci qrupda vəziyyət belədir ki, keçən ilə nisbətən bu il ikinci qrup üzrə müraciət edənlərin sayı təxminən 3000 nəfər artıb. Yəni, bu sadə məntiqlə belə deməkdir ki, ikinci qrupda bal artımı gözlənilir. Xüsusən də 150 ballıq ixtisaslarda. Yəni, hansı ki 4 ixtisas ki var, siz blokdan əgər 50 və 100 arasında yığmısınızsa, yalnız həmin ixtisasları seçə bilirsiniz ödənişli əsaslarla. Həmin ixtisaslara deməli, həmin ixtisaslarda balların artması gözlənilir. Yəni, rəqabət burada ciddi olacaq. Yuxarı ballarda, məsələn, 500, 600, 700 kimi ballarda, yəni 700-ə qədər olan ballarda balların artması gözlənilmiş. Yəni, orada cüzi 2 bal, 3 bal filan artım ola bilər, amma ciddi statistik bir fərq gözlənilmir. Amma məsələn, 150 ballıq ixtisaslarda təxminən məsələn, bəzi ixtisaslarda 10 bal, bəzisində 15 bal, 17 bal, bax, bu civarlarda bal artımı ola bilər. Keçək üçüncü qrupa. Üçüncü qrupda vəziyyət keçən ilkinə nisbətən daha yaxşıdır. Buna səbəb isə bura müraciət edən, yəni üçüncü qrupa müraciət edənlərin sayının keçən ilə nisbətən daha az olmasıdır. Daha az olması bu balların deməli, getdikcə aşağı düşməsini, yəni bu ilki artıq keçid balları keçən ilkinə nisbətən müəyyən qədər aşağı düşəcək. Amma üçüncü qrupda bəzi ixtisaslar bu sahədə deməli istisnadır. Yəni bal düşmə məsələsində. Hansı ixtisaslardır bunlar? Əsasən müəllimlik ixtisasları, pedaqoji yönümlü ixtisaslar. Burada da səbəb ondadır ki, məsələn mən özüm universitet müəllimi olaraq bəzi universitetlərdən artıq müəyyən məlumatları almışam və bilirəm ki, pedaqoji ixtisaslarda, yəni müəllimlik ixtisaslarında bal düşməsi, yəni deməli plan yerlərinin azalması deməli olacaq, plan yerləri azaldılacaq, bəzi ixtisaslarda hətta kəskin şəkildə azaldılacaq. Və ona görə də həmin ixtisaslarda bal düşməsi gözlənilmir. Əksinə ballar artacaq. Xüsusən müəllimlik ixtisaslarını yazan, üçüncü qrupa müraciət edən abituriyentlər ixtisas seçimində mümkün qədər diqqətli olmalıdırlar. Plan yerlərinə mütləq baxmaq lazımdır. Yəni, keçən ilin plan yeri əgər bir ixtisasda 300 nəfərdirsə, keçid balı misal 350 baldırsa, bu illəri tutaq ki, həmin plan yeri 150-yə düşürülürsə, deməli, burada kəskin bal artımı olacaq. Yəni, 350 ilə ora düşmək və yaxud 360 ilə, 370 ilə ora düşmək mümkün olmayacaq. Bal artımı orada kəskin şəkildə gözlənilir. Ona görə də demək istədiyim budur ki, bax, həm ikinci qrupda, həm üçüncü qrupda müəyyən qədər ehtiyatlı olmaq lazımdır. Həmçinin bu birinci, dördüncü qruplar üçün də ayrıca video çəkib, onu da paylaşacağıq. Çox sağ olun. Hər birinizə deməli, səhifəmizi izlədiyinizə görə təşəkkür edirəm və videonu bəyənib paylaşmaqla abituriyentlərə, valideynlərə kömək ola bilərsiniz. Hər birinizə uğurlar.